Əziz bilgələr, bu dəfə sizə Azərbaycan tarixindən Xankəndi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasət mövzusunu izah edirəm. Hal-hazırda biz İstiqlal Tədris Mərkəzindəyik və İstiqlal yolunda mübarizə tariximizdən söhbət edirəm və dərsin ortasında da Azərbaycan Xalq Cümhuriyyətinin Xankəndi şəhərində keçirdiyi paraddan bir kiçik məlumat verəcəm sizə. Əvvəlcə biz keçən dəfə yaranma siyasətindən danışdıq. İndi isə daxili siyasətdən danışanda birinci növbədə keçən dəfə az-maz qeyd eləmişdim. İndi təzədən qeyd edirəm. Bizə bu dəfə hökumətlər vacibdir. 5 hökumətin vacibdir ki, siz tarixlərini bilməlisiniz. Yəni hökumətləri əzbər bilməlisiniz. Sizin başqa yolunuz yoxdur. Bu bir. İndi biz daxili siyasətdən danışanda birinci parlamentimizin yaradılmasından danışırıq. Bu dərsimizin içində biz belə bir söhbət elədik ki, Milli Şura fəaliyyətini dayandıranda ikinci hökumətin qarşısında şərt qoyur. 6 aydan deyə gec olmayaraq müəssislər məclisini çağırmalısan. Müəssislər məclisi də parlamentin yekə formasıdır. Yəni ölkənin bütün ərazisindən deputatlar orada olmalı idi. Yəni hər yerdən insan təmsil olunmalı idi. İş belə cərəyan eləyir ki, gəlib çıxanda, məsəl üçün biz hardasa onda 2-ci hökumətin dövründə idik. 2-ci hökumətin dövründə Osmanlı Azərbaycanı tərk edir. Osmanlı Azərbaycanı tərk edəndən sonra ingilislər gəlir bura Thomsonun başçılığı altında bizə qayıdırlar ki, biz sizi tanımırıq. Dövlət kimi tanımırıq. Bu ingilislər də elə bir mundar məxluqlar idilər ki, Antantaya gedib desələr ki, biz onları tanımadıq, bizi ya işğal edib harasa təzirdə eləyəcəkdilər, ya da ki, başımıza pis işlər gələcəkdi. Biz də indi məcbur Thomsona başladıq yaltaqlanmağa. Qadan alım Thomson, başına dönüm Thomson, qatıqdan verdik, qaymaqdan verdik. Bir tər bunu razı saldıq. Gördük ki, bu bizə deyir ki, mənə dəxli yoxdur. Ermənilər də gedib bunu qızışdırırlar da həmişəki kimi. Bu da deyir ki, mənə dəxli yoxdur. Siz demokratik bir dövlət yaratmalısınız. İstər hökumət cəhətdən olsun, istər parlament cəhətdən. Və nəhayətində görür ki, işlər yaxşı yolunda getmir. Biz məcbur oluruq. Hələ ki dediklərim noyabr ayındadır. Noyabrda Milli Şura fəaliyyətini bərpa edir. Milli Şura fəaliyyətini bərpa edir. Deyir ki, mən sizə demişdim axı 6 aydan gec olmayaraq müəssislər məclisini çağırmalısınız. Fəaliyyətin bərpa edəndən sonra noyabrın 20-sində parlamentin yaranması haqqında qanun qəbul edir. Bax, burada çaşdırıcı məqam nədir? Bu dövrdə Azərbaycanda ikinci hökumət fəaliyyət göstərirdi. İkinci hökumət həm də qanunverici orqanı idi. Yəni qanun qəbul edilməsi ikinci hökumətə aid edilir. Amma parlamentin yaradılması haqqında qanunun qəbul edilməsi ikinci hökumətin fəaliyyətindən düşmür. Milli Şura özünü bərpa edib həyata keçirmişdi bunu. Neysə, bu qanuna əsasən dekabrın 7-sində, o gündə paylaşım eləmişdim, Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti fəaliyyətə başladı. Parlament tək palatalı idi. Həmişə bunu uşaqlardan soruşanda mənə deyirlər ki, ay müəllim, neyinirsiniz onun neçə palatalı olduğunu? Gəldi keçən ilin imtahanında AXC-nin palata sayı ilə, yəni parlamenti ilə İngiltərənin parlamenti arasında bir oxşarlıq düşmüşdü. Yazılmışdı ki, 2 palatalı olması oxşarlığa aid eləyirdi onu. Uşaqlar götürmüşdülər. Palata elə bir ki, təbəqə kimi bir şeydir. İngiltərədə məsələn 2 palata vardı. Lordlar və nümayəndələr, ayrı-ayrı təbəqələr, varlılar və kasıblar da belə deyək. Bizdə amma bir palata vardı. Hamı eyni təbəqədən hesab olunurdu. Nəysə bir palatalı idi. Hardasa 120-130 civarında deputatımız var idi. Fəaliyyət dövründə 230-dan 30-a qədər qanun qəbul eləmişdi. İlk işlərindən bir amnistiya qəbul eləmək olmuşdu. Amnistiya nədir bilən var? Əfv etmə. Yəni məhbusları buraxır. Bu tipik hökumətlərin gördüyü işdir ki, öz nüfuzunu artırmaq üçün həbsxanadaşları buraxır ki, gedin də kef eləyin. Biz də gələk hörmət qazanaq. Nəsə amnistiya qəbul edir və ilk müzakirə etdiyi məsələlərdən biri ikinci hökumətin hesabatını qəbul edib, üçüncü hökumətin yaradılması haqqında qərar vermək idi. Parlamentin sədri vəzifəsinə təyin olunan Topçubaşov idi. Amma xarici siyasətdə deyəcəyik bu barədə ki, Topçubaşovu göndərirlər Paris konferansına, ona görə sədrlik eləyə bilmir. Onun müavini sədrlik eləyir. Müavini Həsən bəy Ağayev idi. 1920-ci ilin fevralına qədər Həsən bəy Ağayev sədrlik eləyir. 20-nin fevralından da aprelin 27-sinə qədər Məmməd Yusif Cəfərov sədrlik eləyir. Bu adamın adını həmişə səhv edir. Məmməd Yusif Cəfərov sədrlik eləyir. İndi bizim parlamentimiz haqqında, parlamentimiz demokratik idi, Həbəyəqov Thomson söhbətini danışırıq. Neysə, biz bu parlamentdə ermənilərə də yer veririk, deyirik ki, gəlin, gürcülər, gəlin, slavyanlar, gəlin, kim varsa alkaşı, narkomanı hamını yığırıq parlamenti ki, nədir, Thomson bizə desin ki, siz kişisiniz.
Nəysə, Thomson axır ki, bizə deyir, siz kişisiniz və onun nəticəsində 3-cü hökumət yaranır 26 dekabr tarixində və yenə 3-cü hökumətin sədri Xoysk olur. Ümumiyyətlə, uşaqlar, 1, 2, 3-cü hökumətin sədri Fətəli Xoysk olmuşdu, 4 və 5-ci hökumətin sədri isə Nəsib bəy Yusufbəyli olmuşdu. Bunu da əzbərləyirik. Nəysə, indi parlament məsələsi dondu burada. Parlament məsələsi bitdi. İndi keçirik bizə verilmiş dövlət quruculuğu tədbirlərindən. Ümumiyyətlə, daxili siyasətin içərisində 3 sahədə əsas vacib var. Dövlət quruculuğundan mən sizdən soruşacağım yarımçıq qalmış işi, sosial sahədə yarımçıq qalmış iş, bir də mədəni sahədə. İndi onların hamısını bir-bir özüm söhbət edəcəm. Dövlət quruculuğundan danışanda bir şey əvvəlcədən deyim ki, ordu quruculuğunu bəzən dövlət quruculuğuna aid eləyirlər. Yəni, haradasa ordu quruculuğuna aid bir bənd düşə bilər, şərtdə dövlət quruculuğunu seç istəsə götürün, narahat olmayın. Ordu quruculuğu həm də dövlət quruculuğuna aid. Neysə, bunlar dövlət quruculuğunda yığışırlar bir yerə, deyirlər ki, qardaş, bir də bayraq lazımdır, bayrağımız olmalıdır. Və bu yekun səs vermənin nəticəsində bu məsələni dondurdum. İyun ayının 24-də bizə bir dənə bayraq hazırlayırlar. Qırmızı bayraq, üstündə aypara 8 güşəli ulduz. Bu da Osmanlının bayrağına oxşuyurdu. İndi də ingilislər yenə gəlirlər ki, siz nətər müstəqil dövlətsiniz ki, Osmanlının bayrağına demək olar ki, eyni bayrağınız var. İşə keçmişik də. Biz də məcbur təzədən bir dənə də bayraq hazırlayırıq. Sənət sünətləri eşələyəndə oradan görürük ki, belə bir ideya çıxmış ki, Əli bəy Hüseynzadə demişdi, türkləşmək, müasirləşmək, müsəlmanlıq, İslamlaşmaq. Və bu ideyanı Məmməd Əmin Rəsulzadə tapdım deyir, gətirir, sərir onun üstünə. Deyir, bizim bayrağımız 3 rəngdən ibarət olmalıdır, ayd olmalıdır, ulduzlu olmalıdır. Və bu qərar, yəni ilk 3 rəngli bayrağın yaradılması haqqında qərar noyabrın 9-unda qəbul edilir və bununla da noyabrın 9-u Azərbaycanda hal-hazırda da bayraq günü kimi qeyd olunur. Bir də sizə bir kiçik xatırlatma eləmək istəyirəm. Şuşanın dağları mahnısını yəqin əksəriyyətiniz eşitmisiniz. Şuşanın dağları mahnısı yazıldığı dövrdə, yəni Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR dövründə bizim bayrağımız bu değildi. Qırmızı üstündə xaç, çəkiş, boraq desə belə Sovet bayrağı idi də. Deməli, bu insanlar, onu kim yazıbsa sözünü, indi onu bilmirəm kim yazıb, bir dənə mahnının içərisində Azərbaycan bayrağını təmsil edir. Görün necə təmsil edir. Bu barədə videolarda danışmışam. Bizimkilər nə edir? Orada Şuşanın dağları qırmızı, Şuşanın dağları başı dumanlı, göyü dumanlı. Əvvəllər göyü dumanlı olubdu. Sonra Sovet deyib ki, yox, onu başı dumanlı elə, göy dumanlı olanmaz. Göy sözündə çünki rəng mənası da var axı. Qırmızı koftalı, yaşıl tumanlı, hə, yaşıl tumanlı, ha, yaşıl tumanlı. Bax, biz buyuq, gülürük ona ki, yaşıl tumanlı nədir, hə. Amma insanlar burada göyü dumanlı da göy rəngi, qırmızı koftalı da qırmızı rəngi, yaşıl tumanlı da yaşıl rəngi təcəssüm elətdirir. Sonra da ardınca da deyir ki, ay qız, bu nə qaş, bu nə göz. Orada qaş, ayparanı təmsil edir. Gözdə ulduzu təmsil edir. Yəni bir mahnının içində görünən boyda bir sərvət gizlədiblər bizim üçün. Amma biz bunu nə edirik? Eşidəndə nə edirik? Yaşıl tumanlı. Ha. Biz buyuq. Ona görə bu insanların haqları burnumuzdan gəlir. Nəysə. Mən o mahnı ilə nələrdir? Asla bir şey. Doğrudan. Oxuyarsan sən? Səsin var. Həqi. Sən nə qəşəng mahnılar oxuyaq, paylaşaq. Getdik. Mən sənin müdafiəçiyəm. Sonra davam edirik. Neysə, bayrağımız qəbul oldu. Şükür Allah, başımız üstündə hələ də dalğalanır bayrağımız. Elə buna görə də kimə minnətdar olmalıyıq? Ordumuza. Ki, ordumuzun sayəsində bu günləri görürük. İstər burada olsun, istər Bakıda, istər yurdumuzun fərqli nöqtələrində bu bayrağımızın dalğalanmamızın birinci səbəbkarı onlardır. İndi davam edirik, dostlar. Deməli, biz onu deyirik ki, ümumiyyətlə, birinci hökumətdə, bax, bu adlara xahiş edirəm, diqqətlə qulaq asın, çünki hamısını dənə-dənə soruşacağım. Birinci hökumətdə soruşacağım, hərb naziri kim olmuşdur? Siz deyəsiniz, Xosrov bəy Sultanov. Deyəcəm, bəs sonra hərb naziri nə vaxt bərpa olunmuşdur? Düzdür, bu biraz ordu quruculuğuna qaçır, amma ikisini mən paralel danışmaq xoşlayıram. Noyabr ayında biz bu ordu məsələsini düzəltmək üçün yenidən hərb nazirini bərpa edirik və böyük vətənpərvər şəxsiyyət Xoyski deyir ki, cəhənnəm, ev yox, mən götürürəm çiyinlərimə hərb naziri vəzifəsini, düzəldəcəyik. Və bu qərara əsasən Xoyski olur hərb naziri noyabrda 18-ci ildən söhbət gedir. Və onun müavini olur Səməd bəy Mehmandarov. Mehmandarov da yanında işə götürür ki, gəl örgən, sonra sən olasan. Üçüncü hökumətdə sonra, üçüncü hökumət yaradılanda
Mehmandarov olur hərb naziri, Şıxlinski olur onun muavini. Nəysə hərb nazirliyimizdə noyabrda yaradıldı. İndi məsəl üçün orada bizə nə verilibdir? Birinci növbədə sizə nəyi çatdırmaq istəyirəm? Bunu yaradılması dərsində yüngülvarı demişdim, amma təkrar edeyim. Hər hansı hadisəni oxuyanda nəyi sorğulayın öz-özünüzdə? Məsələn, birinci bayrağın qəbul olması. Neçənci hökumətə düşür? İkinci hökumət. Hansı dövrə düşür? Gəncə dövrü. Hansı sahədə görülmüş tədbirdir? Dövlət quruculuğu. Yəni mən bu sualı belə soruşuram. Siz də o şəkildə özünüzə cavablandırın. Çünki testdə də elə düşür. Yəni testdə əvvəlcədən hazırlaşırsınız. Sonra dövlət quruculuğundan danışanda, məsələn, orada müəssisələr məclisinə seçkilərin keçirilməsi haqqında qərarı deyirik. 10 ili bir balaca oynayır 1919-cu ilin iyul ayında. Baxın, iyul ayında deyir ki, müəssisələr məclisinə seçkilərin keçirilməsi haqqında əsasnamə adlı qanun qəbul edilir. Hansı qurum qəbul edir? Parlament qəbul edir. Amma seçkilər keçirə bilmirik. Bunun da səbəbi Sovet işğalı olur. Yəni sizdən soruşanda dövlət quruculuğunda yarımçıq qalmış tədbirimiz hansı idi? Siz də deyəsiniz ki, müəssisələr məclisinə seçkilərin keçirilməsi. Keçirilməmişdi. Bunun ardınca bir də eyni ilin avqust ayında bir dənə onu deyim ki, bu əsasnamənin içərisində, bu mütləq qeyd eləməliyəm, Azərbaycan dövləti şərqdə ilk dövlət olur, şərq müsəlman aləmində ilk dövlət olaraq qadınlara seçki hüququ verir. Bu 19-cu ilin iyul ayındadır. Və eyni zamanda deyir ki, vətəndaşlar haqqında qanun verilir 19 avqustunda. Bu qanunun içində deyir ki, ölkəmizin tərkibindəki ermənilər, nə bilim, Gürcüdən qalanlar, ruslar və s. də qeyri-Azərbaycanlılar, qeyri-türklər hamıya vətəndaşlıq hüququ veririk, hamı bərabərdir. Bu da avqust qərarında bundan söhbət eləyir. Dövlət quruculuğu tədbirləri bu qədərdir. Bir də orada məsəl üçün bəzi hadisələr var. O hadisələri köhnə kitabda dövlət quruculuğunun içində verirlər. Təzə kitabda aparıblar mədəninin içinə. Məsəl üçün orada bəzi bölgələrimizin adlarının bərpa olması var. Məsəl üçün Qaryagin olur Cəbrayıl, bəzən onu Füzulidə yazırlar. Sonra Yelizavetpolun adı da dəyişdirilib olur Gəncə. Və buradan bir sual çıxır. 1918-ci illə 1989-cu ilin oxşar xüsusiyyəti Gəncənin tarixi adının bərpa edilməsidir. Gələcəkdə də bu sualı bir daha toxunacağıq. İndi burada mən ordu sahəsindən də biraz söhbət edeyim. Ümumiyyətlə kim bilir Silahlı Qüvvələr Günü nə vaxtdır? Ay bala. Silahlı Qüvvələr Günü də bilmirsiniz sən onu. Biabırçılıqdır. Siz içinizdə hərbiçi qohumu olan yoxdurmu heç? Var. Nəyindi? Mənim həyat o yaşıydı. Bə niyə bilmirsən bunu? Neysə, bizə bir də ordu lazım idi. Və ağsaqqallarımız yığışır bir yerə. 26 iyun tarixində deyir, əvvəllər müsəlman korpusu var. Sizin yadınıza gəlməz. 1917-ci ilin dekabrında yaradılmışdı. Deyirlər, gətirin o ordunu bura. Əlahiddə müsəlman korpusu olur. Yəni bizim silahlı qüvvələrimizi təşkil edir. 26 iyun tarixində. Bu da Azərbaycan tarixinə Silahlı Qüvvələr Günü adı ilə daxil olmuşdur. Bundan sonra Gəncədə hərbi məktəb açdırırlar. Ondan sonra bayaq dediyim bu noyabr söhbəti, bərpa söhbəti var. Sonra bizdən soruşa bilər hansı dövlətlə biz hərbi sahədə müqavilə imzalamışıq? Deyir 1919-un iyununda Gürcüstanla. Xarici siyasətdə geniş danışacağam. Eyni zamanda bu hissədə bizə verilir ki, 1919-cu ilin iyununda Əks İnqilabla Mübarizə Komitəsi yaradılır. Əks İnqilabla Mübarizə Komitəsi. Bu da düşür 4-cü hökumətə. Sonra bir də bizə nə qeyd edilir orada? Deyir Mehmandarov deyir ki, bütün hərbiçilər Azərbaycan türk dilində bilməlidir. Ümumiyyətlə bu dil haqqında qərarda da var. Birazdan onda söhbət edəcəm. Əslində dövlət quruculuğunun içində deməliydi. Deyir, hamı türk dilini bilməlidir. Türk dilini bilmək üçün hərbiçilər üçün məktəblər açılır, gecə kurslar açılır ki, getsin dili öyrənsin. Müvəqqəti olaraq rus dilinə istifadə icazə verirlər, amma müvəqqəti deyirlər ki, canın çıxsın, Azərbaycan dövlətinə işləmirsən, get Azərbaycan dilini öyrən. Və bu da bizim Mehmandarovun möhkəm adam olduğunu göstərir və ona da salamlarımızı göndəririk. Yaşayır mı? Təzə birədə qalır, Hə. Ya, ona dəymir. Köhnə məmurlarına heç kim dəymir.
Onlara söysən də heç kim dillənmir. Amma ünlüçülərə. Ben gece de Ramazan alacağım. Olmaz. Nəysə, indi davam edirik. 19 iyunda bunu dedim. Sonra baş qərargah rəisi vəzifəsi yaradılır. Köhnə kitabda vardı, Sulkevich baş qərargah rəisi olur. Təzə kitabdan onu çıxardıblar. Amma mən məlumat kimi deyirəm. Şəkillərin içərisində çünki var, orada bildirir. Dövlət ordu quruculuğunda bu qədər kifayətdir. İndi mən sizə nə danışmaq istəyirəm dostlar? Bu hökumətlərin bəzi yanıltmaz kimi bir sistemi var, onu qurmalıyıq biz. Mən sizdən soruşacağam, neçənci hökumət idi həm qanunverici, həm icraedici olan hökumət? Siz deyəsiniz, ikinci hökumət. Mən soruşacağam, neçənci hökumət idi Bakıda fəaliyyət göstərən ilk hökumət? Siz deyəsiniz, ikinci hökumət. Bəs neçənci hökumət idi Bakıda fəaliyyətə başlayan ilk hökumət? Siz deyəsiniz, üçüncü hökumət. Mən soruşacağam, neçənci hökumət idi parlament tərəfindən təsdiq edilən ilk hökumət? Siz deyəsiniz ki, üçüncü hökumət. Hökumətlər desəm 3, 4, 5 deyəsiniz. Milli Şura tərəfindən təsdiq edilmişdi 1, 2, 3, 4, 5 də parlament tərəfindən. Yəni bu yanıltmaz formasındakı sualları tapbatarab verəcəyik. Belə. Ondan sonra dövlət quruculuğu getdi, ordu quruculuğu getdi. İndi burada əslində gəlir Qarabağ məsələsi gəlir orada. Yoxsa yox? Ermənilər tədbirləri. İndi qoy mən sosial-iqtisadi ilə mədəni deyim, sonra o birləşdirmə söhbətlərinə elə qayıdım, rahat olun da. Birinci sosial-iqtisadi tədbirlərdir. Sosial-iqtisadi tədbirlər deyəndə uşaqlar bəzən sual verir ki, müəllim, bu sosial-iqtisadi sözünü mən mənimsəyə bilmirəm də. Nələr bunun içində aid olur? Ümumilikdə vergidir, mükəlləfiyyətdir, torpaqla bağlı şeylərdir. Burada isə nələr var? Məsəl üçün, iqtisadi tədbirlərin içərisində təzə şəbəkə əsasən olan hissələr budur. Bunları söhbət eləməliyəm. Birinci növbədə Azərbaycan Xalq Cümhuriyyətində inflyasiya problemi vardı. İnflyasiya nə deməkdir? Pulun dəyərdən düşməsi. İnflyasiya problemini aradan qaldırmaq üçün bunlar deyirlər ki, biz pulumuzu qorumalıyıq. O dövrdə köhnə kitabda yazılmış ki, 1918-ci ilin iyunun sentyabr 22-sində Bakı bonu adlanan pul vahidi dövrəyə buraxılır. İndi onun ilini çıxardıblar. Sadəcə deyirlər Bakı Azərbaycan manatı dövrəyə buraxılır. Və burada nə qeyd edilir? Burada qeyd edilir ki, biz Azərbaycan manatının öz çəkisini, qüvvəsini qorumaqdan ötəri nə edirik? Ölkədən xaricə çıxarılan qızıl və digər dəyərli qiymətli metalların çıxarmasına qadağa qoyuruq. Deyir ki, yox, bunları çıxartmaq olmaz. Bu siyasət həm də merkantalizm adlanır. Bunu siz bir də İngiltərədə keçəsiniz, oxuyasınız. Eyni zamanda proteksionizm siyasətdə qəbul olunur. Proteksionizm nədir? Deyir, gömrük malları üzərinə qoyulan vergilər artırılır ki, daxildə ticarət və sənətkarlıq sahələri inkişaf etsin. Öz mallarımızı satasın. Pis bir şeydir. Amma qaçır xaricdən alır. İndi niyə eləyə bilmirik? Çünki biz ədəbazıq. Səbəb odur ki, məsəl üçün tutaq ki, toyuq gətirilir ölkəyə xaricdən. Toyuq üzərinə qoyulan vergiləri artıracaq. Ölkədə bəs keyfiyyətli toyuq çıxardacaqlar? Yox. Sahibkar fikirləşəcək ki, onsuz da satıram da. Qoy keyfiyyətsizi satın. Amma vicdanlı olmaq lazımdır. Adam gərək o vicdanın qarşısında hesab versin. Desin ki, heç olmasa mənə şərait yaradıblar. Qoy mən də keyfiyyətli mal satım da. Nə olar? Bizim cəmaət də bir yesin də. Gərək elə toyuq ət yeyən gərək xəstəlik tapsın. Ay dabaq xəstəliyi yayıldı. Ay Monqolistan əti, Ukrayna əti doldururlar ölkənin iqtisadiyyatını və kənd təsərrüfatı bərbad günə qalır. Bizim coğrafiya müəllifimiz var. Hindistanda o elə ki, kəsirləri camış. Onu göndərirlər Azərbaycana. O ətlər bilirsən nə gündədir? Onlar deyir dondurularaq ölkəyə gətirilir və onun donu açılandan sonra ətin yanında dayanmaq olmur. Deyir əsgərlərə verirlər. Bəli, onsuz da o illərlə davam edir bu sistem. Və ondan əlavə sadəcə o əti satışa çıxaranda ona nəsə maddə vururlar, iyi hiss olunmur. Əslində leşdir də o demək olar ki, leşdir. O iyi gəlir, o heç. Amma indiki satışdakılar deyir, Monqolistan əti filan. Nəysə, qoyunlardan danışmayaq, biraz da dərsimizdən danışaq. Axırıncı nə dedim? Proteksionizm siyasətindən söhbət elədim. Bir də orada qərar verir ki, ümumiyyətlə zəruri ərzaq mallarına xaricə çıxartmaq olmaz. Zəruri ərzaq malları deyəndə nədir? Taxıl. Ən primitiv taxıldır. Un lazımdır təbii ki bizə. Deyir biz gedib xaricdən un alacağıq ki, gəlib özümüzə çörək bişirək. Neyinirik xaricə satıb? Ona görə çölə olmaz. Sonra məsələn orada milliləşmə haqqında qərar verilmişdi Bakı Xeyqası. Bu milliləşmə ləğv edilir. Deyir ki, sahibkarlara icazə verilir ki, gəlsinlər, alsınlar, məsəl üçün neft sənayesi olsun, filan sənaye sahəsi olsun, sahibkarlıq məsələn, alsınlar, işləsinlər. Özəl sahibkarlıq, yəni xarici ticarət dəstəklənir, xüsusi sahibkarlıq dəstəklənir, mühafizə olunur.
Eyni zamanda bunu deməliyəm və qeyd etməliyəm. 1919-cu ilin sentyabrında Dövlət Bankı yaradılır. Pullarımızı yığaq öz bankımıza da. Gərək edək qonşuya zadan möhtac olaq. Öz Dövlət Bankımızı yaradılır. 4-cü hökumətin Bakı dövrünə düşür. Sosial-iqtisadi sayda görülmüş tədbirdir. Amma testdə topluda bir dənə sual var. Bunu dövlət quruculuğuna aid ediblər. Biraz orada problem yaşayırıq. Amma indi qaytarıblar sosial-iqtisadiyə. Sonra məsələn, sosial tədbirlərdən danışmaq lazımsa, ən böyük, ən lazımlı cümlə aqrar islahat. Aqrar islahat nədir bilirsiniz? Bədbəxtlər. Aqrar torpaqdır, torpaq islahatı. Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətində belə bir qərar verilir ki, aqrar islahat haqqında komissiya yaradılsın. 19-cu ildə yaradılır. Komissiya yaradılır. Deyirlər ki, torpaqların hamısını müsadirə edək, dövlətə götürək, kəndlilərə paylayaq ya da ucuz qiymətə verək. Mükəmməl qərardır. Amma eləyə bilmirik, niyə? Çünki parlamentdə oturan nümayəndələrimiz, yəni deputatlar, onların əksəriyyəti ölkənin nüfuzlu bəyləri, ağaları idi. Torpaqlar da kimdə idi? Bəy və ağalarda. Hansı bəy və ağa öz torpağından keçmək istəyər ki? Yubadırlar bu məsələni. Amma axırda Sovet işğalı olur deyin, tam həll eləyə bilmirik. Sosial-iqtisadi sayda yarımçı qalmış tədbirimiz nədir? Aqrar məsələ. Ümumiyyətlə, AXC-nin bu sosial-iqtisadi sayda nüfuzunun zəifləməsinə səbəb olan fəhlələrlə bağlı qanun qəbul edə bilmədilər. Bu aqrar islahatı bir də sənaye sahəsindən sürətli tədbirlər həyata keçirə bilmədilər deyin, Bolşeviklərin qabağında uduzduq biz. Bolşeviklər çünki əsas fəhlə, aqrar bu kimi sahələrə köklənmişdilər. Biz burada uduzduq onlara. Bundan sonra sosial sahədə bir də nə olmuşdu? O vaxt erməni qırğınları var idi Azərbaycan müxtəlif bölgəsində. İndi Qarabağda da var idi, sonra Qərbi Azərbaycanda da var idi, Zəngəzurda və s. Oradan gəlmiş məcburi köçkün və qaçqınların vəziyyətlərini yaxşılaşdırmaqdan ötəri tədbirlər görülmüşdü bir sıra. Maaşların artırılması haqqında qərar verilmişdi, az təminatlı ailələrə yardım edilməsi haqqında qərar verilmişdi. Bunları ilin nəyə görə demirəm? Çünki təzə kitabda çıxarılıb. Elə sadəcə sizə cümlə formasında veribdir. Mən də cümlə formasında sizə qaytarıram. Sosial-iqtisadi sahədə bu qədər kifayət. İndi keçirik mədəniyə. Çox təəssüflər olsun ki, mədəni sahədə nə boyda şeylər vardı, hamısını çıxardıqlar. Gözlərinə girsin, onların günü yoxdur, sual çıxarda bilmirəm mən ortaya. Burada nə, məsəl üçün günü var. 1918, 27 iyun tarixində qərar verilir ki, Azərbaycan dili, türk dili, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan olunsun. Bu var, hə. Dövlət dili elan olunsun, bu bayaq danışdım da əslində mən bundan. Həm bu dövlət quruculuğuna aid tədbirdir, həm də mədəni quruculuğa aid tədbirdir. Mən sizdən soruşacağım ki, Azərbaycan Xalq Cümhuriyyəti hansı sahəni milliləşdirib? Siz deyəsiniz, yalnız məktəbi, yaxud təhsili. Bu haqqında qərar 1918-ci ilin avqustun 28-də verilmişdi. Bu da təzədən deyirəm, 2-ci hökumətə düşür, Gəncə dövrünə düşür, mədəni sahədə görülmüş tədbirdir. Məktəbləri milliləşdirə deyir, qardaş, qalan sahəni kim nətər eləyib bilsin, amma təhsil dövlətdə olmalıdır. Təhsilə dövlət nəzarət eləməlidir. Bu da mükəmməl qərardır mənim fikrimcə. İndən sonra başladıq, ya Allah, cəmiyyətlər fəaliyyət göstərmişdi, müsəlman şərqini öyrənən cəmiyyət idi, Türk ocağı cəmiyyəti idi, Türk xalqlar tarixi tədris olunmağa başlanmışdı, dövlət teatrımız yaradılmışdı, Nəriman Nərimanovun Nadir Şah faciəsi tamaşaya qoyulmuşdu. Sonra senzura aradan qaldırılmışdı, mətbuata sərbəstlik vermişlər, gedin ağzınıza gələni yazın demişdilər. Eyni zamanda ölkənin əsas qəzeti Azərbaycan olmuşdu, rəsmi qəzet Azərbaycan. Bununla yanaşı İstiqlal qəzeti, Mədəniyyət qəzeti və sair digər qəzetlərimizə fəaliyyət göstərirdi. Bundan sonra bir də iyun neyse qoyalım. 19-cu ilin sentyabrın 1-də 4-cü hökumətin Bakı dövrünə düşür. 2 dənə qanun qəbul olunur parlament tərəfindən. Bir, Bakıda dövlət universiteti açılsın. Bakı Dövlət Universiteti. Və 100 nəfər tələbəmiz göndərsin xaricə. Bir sıra ölkələrə tələbəmizin göndərməsini nəzərdə tuturdu. Bunlardan soruşacağım, hansı dövlətə göndərə bilmirik? Siz də deyəsiniz, Rusiya. Niyə? Çünki əlimizə ayağımızı yeyirlər. Tələbəni də qəbul eləmirdilər. Və bu qərar qəbul olunur, amma Bakı Dövlət Universiteti noyabrda yaradılır. O təzə kitabdan çıxarıb, sadəcə məlumat üçün verirəm ki, sizə xatirə qalsın. O noyabr söhbəti çıxarılıb. Bu universitetin tərkibində bir tibb fakültəsi vardı ilk dövrdə, bir də tarix və filologiya fakültələri fəaliyyət göstərdi. Mədənidə başqa. Azərbaycan Xalq Cümhuriyyətinin himni qəbul edilməyib. Rəsmən himn olmayıb. Sadəcə Azərbaycan marşı adlanan
musiqi o dövrdə çox məşhurlaşmışdı. Bəzən deyirlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin himni budur, amma o deyil. Bu indiki Azərbaycandır. Azərbaycan himnimiz. Buna oxşar idi, çox oxşar idi. Amma tam bu deyil idi. Çünki bu sonra Sovetlər dövründə yazılıb da. Əhməd Zavadla Səməd Vurğun birləşib yer yazıb, üzərində bəstəliyib. Buna oxşuyurdu amma biraz oxşarlıq var. Hə. Sonra Mədəni quruculuğu qoyacağım, tam qurtarmışam. Zəngin vaxtıdır. Hə. Qurtararam Allah qoysa. Yox. 20-də bunu. Nəysə. İndi isə daxili tədbirlərdən söhbət eləyək. Daxili tədbirlərdə 4 dənə istiqamətimiz var. Qarabağ, Naxçıvan, Zəngəzur, Muğan. Bu dördündən danışdıq, qoyduq üstə. Birinci Qarabağdan söhbət edirik. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti təzə yarananda onu dedik ki, Qarabağa nəzarət edə bilmirdik. Və Qarabağda ermənilər başlamışlar bizə qarşı qırğınlar törətməyə. Biz sonra Osmanlı gələndən sonra, xüsusilə də Qarabağ və Naxçıvanda bunların aktivləşməsinin səbəbi Osmanlı qoşunlarına bizimkilərin əsas diqqətini Gəncə və Bakıya yönəltməsi idi. Osmanlı qüvvələri sonra Nur Paşa gəlir köməyə, gedir Qarabağdan erməniləri qovur. Amma 18 noyabrında Osmanlı qoşunları buradan çıxandan sonra bunlar təzədən başlayır aktivləşməyə. Biz də bunun qarşısını almaq üçün 1919-cu ilin yanvarında Qarabağ General Qubernatorluğunun yaradılması haqqında qərar qəbul edirik. 3-cü hökumətə düşür, Bakı dövrünə düşür və dövlət quruculuğuna tədbirdir. General Qubernatorumuz olur Xosrov bəy Sultanov. Ermənilər Sultanovun adını eşidən kimi deyirlər ki, yox onu qoymayın, o bizim babamızın qulağını kəsibdir. Xosrov bəy Sultanov və Sultan bəy Sultanov Laçınlıydılar. Andranik deyilən o məxluqun qulağını kəsən bu iki qardaş olub. Amma onların xoşuma gəlməyən tədbiri nə olur? Sən bunun qulağını kəsincən, götürüb başını kəs. Çünki bu qulağın kəsdini durdu, qaçdı, getdi, qulağını müalicə elətdirdi, gəldi bizimkiləri qırdı. Bax, onun olmazdı mı oradan başını kəsərdin, qutarardıq. Biz də qutarardıq, onlar da qutarardı. Olmazdı elə. Sağ olayınca. Nəysə, Qarabağ General Qubernatorluğu fəaliyyətə başlayır. Sonra Xosrov bəy başlayır oradakı erməniləri dənləməyə. Nə var sizə deyir? Buraya. Sonra Thomson da bizə kömək edir, bu İngilis. Thomson bizə kömək edir, iyunda bunların Erməni Milli Şurasının başlarını qovalayırıq Qarabağdan. Sonra 19-cu ilin avqust tarixində yerli erməni xalqı bizim hakimiyyətimizi qəbul edir. Bizdən üzr istəyirlər, üzr videoları yayılır onların o dövrdə və bizim hakimiyyətimizi qəbul edirlər. Onda deyirik, indi icazə verir, gedin yaşayın. Və bayaq qeyd elədiyim məsələni indi təzədən qeyd edirəm. 1919-un iyul ayında 4-cü hökumətin dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq Xankəndi şəhərində hərbi parad keçirilir. Xankəndiyə nəzarət tam bərpa olunur. Bu da Azərbaycanın indiki respublika ilə oxşar xüsusiyyətidir. İndiki respublikada da Xankəndi şəhərində parad keçirilibdir. O Nəsbə Yusbə ilə də İlham Əliyevin oxşar xüsusiyyəti ola bilər. Qarabağ bu qədər, indi keçirik Naxçıvana. Naxçıvanda proses eyni Qarabağ kimi idi. Osmanlı qorudu Naxçıvanı. Osmanlı çıxandan sonra bunlar başladılar yenə aktivləşməyə. Biz də bunların qarşısını almaqdan ötəri 1918-in noyabrında Araz Türk Respublikasını yaratdıq. Mən soruşacağım Araz Türk Respublikasını kimlər yarattı? Siz deyəsiniz ki, yerli Naxçıvanlı vətənpərvərlər. Mən sizdən soruşacağım AXC-nin neçənci hökumətin gördüyü tədbirdir. Siz deyəsiniz ki, heç bir hökumətdə düşmür. AXC-nin gördüyü tədbir deyil bu. 19 noyabrında yaradıldı. Amma Thomson biraz İngilislər yenə mane olurdular bu şeyin fəaliyyətinə. Ermənilər də fəaliyyətdə idilər də orada. Və bunun nəticəsində 1919-un fevralında biz Naxçıvan General Qubernatorluğunu yaratdıq. Naxçıvan General Qubernatorluğunun sədri olduğu Bəhram xan Naxçıvanski. Baxın, Naxçıvan General Qubernatorluğunun yaradılması 19 fevralda 3-cü hökumətə düşür. Amma Naxçıvan General Qubernatorluğunun fəaliyyətə başlaması 19 avqustu 4-cü hökumətə düşür. Bu ifadə arasında fərq var. Eşidin bunu. Qəbul edin bunu. Amma dostlar, 19-cu ilin mart-iyul aylarında Naxçıvanda erməni idarəçiliyi olur. Biz avqustda Səməd bəy Cəmilinski adlı bir generalımızın başlığı altında Naxçıvana daxil oluruq. Naxçıvanda erməni hakimiyyətə son qoyuruq, Naxçıvanı birləşdiririk özümüzə. Bir də Tülkü. Bir də indi danışıram Zəngəzur məsələsində. Çox qısa. 1919-un noyabrında Tiflisdə ingilislərin vasitəçiliyi ilə saziş imzalanır. Ki, həm bizim qoşunlar, həm erməni qoşunlar çıxsın Zəngəzurdan. Biz də saf adamlarıq da. Etibar edirik bu İngilisə, ABŞ-a.
Çıxırıq. Bizim çıxmağımızdan ermənilər əlavənə qədər dəstək gətirib Zəngəzurda cəmaatı qırırlar. Deməli bu məsələ nə oldu? Bizim xeyrimizə həll olmadı. Biz də Zəngəzurdan çıxmış olduq. Bizə bir minus. Bu qədər. Növbəti son tədbir isə 1919-un mayında Muğan Lənkəran ərazisində Bolşeviklərin dəstəyi ilə Muğan Lənkəran Respublikası yaradılır. Muğan Lənkəran Respublikasının biz 19-un avqustunda başını əzirik. Ona da Həbib bəy Səlimov gedir Muğandakı Respublikaya son qoyur, Muğan Lənkəran ərazisini daxil edir öz dövlətinin tərkibinə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə. Əslində qürur duyulası hadisələrimiz var. Sadəcə bunu çatdırmaq və bunu oxumaq lazımdır. Əziz dostlar, bununla da daxili siyasətimiz bitdi. Bəlkə də nəyisə yaddan çıxartdım demədim. Bəlkə keçərsiniz günahımdan. Qalanınız da özünüz oxuyun. Növbəti görüşlərdə qarşılaşmaq ümidi ilə.